Bəzi marketlərdə yumurtanın satışına limit qoyulub. Yalnız 30 ədəd yumurta almağa icazə verilir. Ölkədə yumurta qıtlığı yoxdur. Ölkənin gündəlik tələbatı 4 milyon 400 min, 4 milyon 500 min qədərdir. Gündəlik istehsalımız 5 milyonun üzərindədir. 5 milyon 200 min, bəzən 5 milyon 500 min civarında hal-hazırda yumurta istehsalımız var. Kifayət qədər anbarlarda yumurta var, hardasa 10 milyon ədəd civarında. Məsələ ilə bağlı İri Mağazalar şəbəkəsindən Xəzər xəbərə bildirildi ki, bəzi hallarda kütləvi alışlar müşahidə olunur ki, bu da digər müştərilərin məhsulu əldə etməsinə çətinlik yaradır. Endirimli qiymətlərlə təqdim olunan məhsulların bütün müştərilər üçün əlçatan olması məqsədi ilə kütləvi və topdan alışların qarşısını almaq üçün müvəqqəti alış limiti tətbiq edilib. Aytən Fehruz Cəfər Qasımov, Xəzər xəbər.